El arasında boranı kimi tanınan balqabaq bitkisinin faydalarını saymaqla bitməz. Tərkibindəki A vitamini gözlərə çox böyük xeyri var. Boranı yağının isə xeyrini, min bir dərdin dərmanı olduğunu yəqin ki, hər kəsə bəllidir. Çəyirdəyi isə qurd xəstəliklərində çox istifadə edilir. Boranıdan bir çox mineral və zülallarla zəngin olduğu üçün bir çox xəstəliklərdə istifadə olunur. Qandakı pis xolesterolu aşağı salmaq üçün boranı soyutması sizə çox böyük kömək ola bilər. Təəssüf ki, bu qədər xeyirli olan qidanı çoxumuz sevmirik. Mən də onlardan biri idim bu resepti kəşf edənə qədər. İlk dəfə bunu yeyəndə çox bəyənmişdim. Ondan sonra isə boranını mən də menyuma əlavə etdim. Bunun üçün bizə bir ədəd yaşıl boranı lazımdır. Boranını hissələrə bölüb, daha sonra kiçik hissələrə bölürük ki, qabığı rahat soyulsun. Qabığın soyuduqdan sonra kub şəklində doğrayıram. Bir ədəd soğandan istifadə elədim. Soğanı xırda-xırda doğrayıb kərə yağında qovururam. Qovrulmuş soğanın üzərinə balqabaqları əlavə edirəm. Ocağın atəşi orta odda olur. Qapağını bağlayıb, ara-sıra qarışdıraraq boranını qovurmağa davam edirəm. Mən ədviyyat olaraq yalnız duzdan istifadə elədim. Siz digər ədviyyatlardan da istifadə edə bilərsiniz. Duzunu əlavə edib qarışdırdıqdan sonra boranın biraz xodunu artırıram ki, boranım tam əzilməsin. Əgər siz də bu cür videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. Boranın daha dadlı olması üçün mütləq şəkildə sarımsaq qatıqla servis edin. İnanın dadı damağınızda qalacaq. Bir dəfə bu resepti sınayın, sarımsaq qatıqla yeyin, dadını yorumlarda qeyd edərsiniz. Əgər videomu bəyəndiysəz, videoya like atıb abunə olmağı unutmayın. Yeni videolarda görüşənədək hələlik.